Bismillahirrahmanirrahim. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm təsliman kəsiran ilə yevmiddin əmmə ba'd. Allah Azza və Cəllə həmd olsun. Artıq Ramazanın axır 10 gününə daxil olmuşuq. Bu neməti bizə bəxş eləyən Allah Azza və Cəlləyə sonsuz həmd edir ki, bizləri müvəffəq etdi. Ramazanın 20 gün orucunu tutduq. Və Allahdan istəyir ki, Allah Azza və Cəllə bizə müvəffəq etsin. Bu son 10 gündə gözəl şəkildə ibadət edək. Hansı ki, Allah o ibadətdən razıdır. Elə ibadət edək. Allah Azza və Cəllənin bu son 10 günündə razılığını qazanaq. Həqiqətən də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazanın son 10 gününə çox önəm verərdi. Və bu Ramazanın 10 günündə ilk öncə müsəlmanların üzərinə düşən vəzifə birinci xusuməni tərk etməlidirlər. Xusumə yəni mübahisə etməyi, mücadilə etməyi və yaxud söz gəzdirməyi, qeybət etməyi, paxıllığı, kini, küdurəti bu son 10 gündə tərk et. Niyə tərk etməlisən? Çünki bunları tərk etməsən məhrum olanlardan olacaqsan. Hər birinizin bildiyi rivayətdir. Peyğəmbər sallallahu aleyhi və səlləmə Qədr gecəsinin vaxtı bildirilmişdi. Bildirilmişdi ki, Qədr gecəsi Ramazanın son 10 gününün filan günüdür. Bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə xəbər verilmişdi. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm çıxıb cəmaata Qədr gecəsinin günü haqqında məlumat vermək istədikdə görür ki, iki sahabə mübahisə edirlər. Yəni iki müsəlman mübahisə edirlər və bu səbəbdən dolayı Peyğəmbər sallallahu aleyhi və səlləmə Qədr gecəsinin günü unutdurulur. Görürsünüz ki, əziz qardaşlar, yəni müsəlmanların mübahisə etməyi, müsəlmanların bir-birinə qarşı gəlməyi əzəmətli xeyirdən məhrum olması deməkdir. Ona görə də bu günlərdə mücadiləni, mübahisəni, qarşı durmanı hər birimiz tərk etməliyik ki, bu günlərdə xeyir bizə gəlsin, bərəkət bizə gəlsin, məğfirət bizə gəlsin, rəhmət bizə gəlsin. Bunları tərk etmək lazımdır. İkinci isə bu günlərdə etikafa xüsusi önəm vermək lazımdır. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm Ramazanın son 10 günün etikaf edərdi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ölənə qədər, yəni bu dünyadan köçənə qədər heç bir zaman etikafı tərk etmədi. Yəni etikaf odur ki, yəni meçidə daxil olursan və orada yalnız Allaha ibadət edirsən, yəni özünü Allah Azza və Cəllə sərf edirsən, vaxtını ibadətə sərf edirsən, Quran oxuyursan, tilavət edirsən, zikirlər edirsən, dua edirsən, Rəbbinə münaciət edirsən, Allah Azza və Cəllə şikayətlərini bildirirsən, dərdini bildirirsən, yəni təklikdə qalırsan Allah Azza və Cəllə ilə və etikaf edirsən və bütün dünya işlərini tərk edirsən, bütün dünya problemlərini tərk edirsən, özünü belə deyək, Allaha adayırsan, Allah Azza və Cəlləyə vaxtını sərf edirsən və bu insanın həqiqətən də qəlbini oyadır, qəlbini gücləndirir, imanını artırır, onu sabit qədəm eləyir və bu insana qəbr evində kömək olacaqdır. Çünki qəbr evinə daxil olduqda da orada da tək qalacaqsan və bu etikafın həqiqətən də sənə qəbr evində yardım edəcəkdir. Rasulullah sallallahu aleyhi və səlləm Ramazanın son 10 günlərində etikafa önəm verərdi və bütün dünya işlərini tərk edərdi. Hətta ailəsini belə tərk edərdi. Yəni, öz həyat yoldaşlarını belə tərk edərdi, etikafa daxil olardı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm sadəcə ölümünə bir il qalmış, yəni son Ramazan orucunda 20 gün etikaf eləyir. Əvvəlki Ramazan aylarında 10 gün etikaf eləyir. Yəni, axırıncı Ramazanda isə, yəni ölümünə az qalmış, yəni bir il qalmış olan axırıncı Ramazanda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 20 gün etikaf eləyir və bu da Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Allahla tək qalmasına nə qədər önəm verməsidir və bizə bildirməsidir ki, Ramazanı etikafla keçirin. Rasulullah sallallahu aleyhi və səlləm bunu heç vaxt tərk etməməsi və bu 10 günə xüsusi önəm verməsi və bu günlərdə çalışması və bizə xəbər verilməsidir ki, bu günlərə xüsusi önəm verək. Həmçinin bu günlərdə əziz qardaşlarım, Leylətul Qadr var, yəni Qədr gecəsi var. Hansı ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə
Qədir gecəsi haqqında bizə məlumat verir və buyurur ki, xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan xeyirlidir. Əzəmətli olan Allah Azza və Cəllə bu gecənin xeyirli olması haqqında bizə məlumat verir öz kitabında, mübarək kitabında. Yəni hər şeyi bəyan olunan kitabda bizə bu gecənin 1000 aydan xeyirli olması haqqında məlumat verir. Və bu o deməkdir ki, bu gecə nə qədər önəmli bir gecədir, nə qədər xeyirli bir gecədir, nə qədər şərəfli bir gecədir, nə qədər qədirli, hörmətli bir gecədir ki, Allah Azza və Cəllə öz kitabında bildirir ki, bu gecə 1000 aydan xeyirlidir. Yəni, həqiqətən də əzəmətli bir gecədir və bu gecələri diqqət etmək lazımdır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, mən qamə leylətul qadr İmanən və ihtisabən ğufirə ləhu mə təqaddəmə min zənbihi. Kim deyir, qiyamla keçirdərsə, yəni Ramazanı qiyamla keçirdərsə və mükafatını Allahdan umarsa və bunu imanla edərsə, Allah onun keçmiş günahlarını bağışlayar. Yəni Qədir gecəsini ibadətlə keçirtmək, Qədir gecəsini belə deyək, namazla keçirtmək həqiqətən də qulun Allah Azza və Cəllənin ondan razı qalması üçün ən böyük səbəblərdəndir və günahlarının bağışlanması deməkdir. Çünki Rasulullah sallallahu aleyhi və səlləm xəbər verir ki, kim Qədir gecələrini ihya eləyərsə, ibadətlə keçirərsə, namazla keçirərsə, Allah Azza və Cəllə onun keçmiş günahlarını bağışlayar. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bir rivayətdə buyurmuşdur ki, fihi leylətun xeyrun min əlfi şəhr. Mən hurimə xeyrəhə fəqad hurim. Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Ramazanda elə bir gecə vardır ki, o 1000 aydan xeyirlidir və kim onun xeyrindən məhrum olarsa, artıq məhrum olmuşdur. Yəni, Ramazan ayının son 10 günündə elə bir gün var ki, bu gün yəni Qədir gecəsidir və kim bu gündən məhrum olarsa, bütün xeyirdən məhrum olmuş hesab olunur. Ona görə də bu günlərə xüsusi önəm verməliyik. Həmçinin Ramazan ayında dua etməyə xüsusi önəm verməliyik. Necə ki, Ayşə anamız radiyallahu anha buyurur ki, ya Rasulallah, əgər Qədir gecəsinə yetişsəm, nə edim? Yəni, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdən nəsiyyət istəyir. Ya Rasulallah, birdən Qədir gecəsinə yetişdim və bu günü mən nə edim? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər Qədir gecəsinə yetişsən, de ki, Allahümmə innəkə afuvun tuhibbul affə fa'fu anni. Əgər deyir, Qədir gecəsinə yetişsən, bu duanı et. Yəni, Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən və məni bağışla. Və Süfyan Əs-Səvri rəhmətullah aleyhi deyir ki, Qədir gecəsi dua etmək mənə namaz qılmaqdan sevimlidir. Çünki baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm Qədir gecəsində Ayşə anamıza dua etməyi tövsiyə etmişdir. Ona görə Süfyan Əs-Səvri deyir ki, Qədir gecəsi dua etmək mənə namaz qılmaqdan daha xeyirlidir. Və bu duanı etmək ki, Allahım, sən afufsan, sən bağışlayansan və bağışlamağı sevirsən, məni bağışla. Yəni, bu gecələrdə bu duaya xüsusi önəm vermək lazımdır. Həmçinin, əziz müsəlmanlar, bu günlərdə, yəni axır 10 gündə xavatimdir. Yəni, artıq Ramazan ayı bitir, yəni xətm olunur. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, İnnəməl əməlu bil xavatim. Həqiqətən əməllər axırına görədir. Yəni, xavatimə görədir, sonuna görədir, əməllər sonuna görədir. Və hər birimiz bilirik ki, ibrət naqis başlanğıcda yox, kamil sonluqdadır. Və biz də Ramazan ayında əgər təqsirlərimiz olubsa, naqisliklərimiz olubsa, ibadətlərimiz zəif olubsa, ibadətlərə az vaxt ayırmışıqsa, bu son 10 günü özümüzü ibadətə sərf eləməliyik, çünki əməllər sonuna görədir. Yəni, bu son 10 gün fürsətdir ki, sən əməllərini kamilləşdirəsən. Bu son 10 gün fürsətdir ki, sən salih əməllərini çoxaldasan və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bildirdiyi kimi, həqiqətən əməllər sonuna görədir və sonda özümüzü düzəltməliyik və Peyğəmbər sallallahu aleyhi və səlləmin məhz Ramazan ayının
axır 10 günü məsciddə keçirməsi əməlləri kamilləşdirmək üçündür. Bir səbəblərdən biri də əməlləri kamilləşdirmək üçündür və sona xüsusi önəm verməsi üçündür. Və biz də Ramazanın sonunu gözəl şəkildə bitirməliyik. Yəni, hansı ki, Allah Azza və Cəllə bizdən razı qalsın, Allah Azza və Cəllə bizi bağışlasın, belə keçirməliyik. Və Allah Azza və Cəllə bizi eşidib faydalardan etsin. Allah Azza və Cəllə istəyirəm ki, Ramazanın bu son 10 günün bizim üçün xeyirli, bərəkətli etsin və bizlərə nəsib etsin ki, bizlər Leylətul Qadra, yəni Qədir gecəsinə yetişək.